Lənkəranda 6 gündür axtarılan 2 şəxsin meyiti tapılıb. Hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib. Belə ki, 6 gün əvvəl evdən çıxan və ailə üzvləri tərəfindən axtarılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Məmmədovanın meyitləri Lənkəran rayonunun İbadi adlanan meşəlik ərazisində aşkarlanıb. Meyitlər meşəlik ərazidən götürülərək müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra şəxslərin ölüm səbəbləri müəyyənləşəcək. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Mirzəyev Vurğun. Vurğun dayı, mərhum hansı sizin övladınızdır və necə axtarırdınız, o barədə sizə danışasınız? Mirzəyev Xəzər Məmmədov 5 gün bundan qabaq, 6 gün bundan qabaq deyirlər Kərana gedirəm. Zəng eləmişdim ona, deyim, haradasan, deyirlər Kərana gedirəm. Deyirlər, nə məsələ getdik, nəsə problemizad var, deyir, yox, heç nə, salamatçılıqdır. Anam oradadır, mən də ora gedirəm, yanına gedirəm. Ondan sonra da üstündən bir gün keçdi, zəng çatmadı onu. Eşitdim ki, bəs yoxdurlar uşaqlar, olsa gediblər. Dedilər ki, ya Bakıya gəliblər. Nə qədər zəng elədim, zəng çatmadı. Bir dəfə dedilər, Sumqayıta gedib. Bir dəfə dedilər, Bakıya gedib, isə zəng çatmadı. Bir anda mənə xəbər gəldi ki, gəlin rayona, bəs bir məlumat verim də, bəs uşaqlar neçə vaxtı yoxdur. Bilən gələ bilmədim, bugün gəldim, bugün səhər gəldim, yola çatmışdım təzə, xəbər çatdı ki, bəs uşaqları tapıblar. İndi gəldi də belə. Sizin kəndlə onların arasında nə qədər məsafə var tapılan yerlə təqribən? Hoş gəldin. Meşə ilə 5 kilometr var, elə çox. Ben size olur qohumdur. Qohum deyər. Böyük qardaşımın nəvəsi.